14 dekabr 2025-ci il tarixində Turan Tədris Mərkəzində keçirilmiş sınaq imtahanının 11-ci siniflər üçün olan riyaziyyatdan suallarına baxasıyıq. Deməli, ilk sualımız belədir. Deyir, x kvadratı y vur z-in üzərində n topla bir həddisinin qüvvəti 7 olarsa. Deməli, bunun qüvvəti 7-dir. Bir həddinin qüvvəti necə tapılır? Dəyişənlərin üstlərini toplayırıq təbii ki. Dəyişənlərimizin üstləri x-in qüvvəti 2, y-in qüvvətində üst olmadığı üçün üstündə deməli həmişə nə durur? 1. Üstə gəl, bir də n topla 1. Bərabərdir 7. Buradakı ədədlərin cəmi 4 elədi. N üstə gəl 4 7-dən. N-i 3 olaraq tapmış olduq. Davamında bizdən nə istəyir? Deyir ki, 2-nin kubu x, y, z-in üzərində 2n topla bir həddisinin qüvvəti ilə əmsalının cəmini tapın. Deməli, əvvəla 2-nin kubu neçə eləyəsidir? 8. 2-nin kubu 8. X, y, z-in üzərində də 2n topla 1 verilib. Deməli, n-imiz də 3-dür. X-in qüvvəti 1-dir, y-in qüvvəti də 1-dir burada. Yazıram 8, x üstü 1, y üstü 1. N-in də yerinə 3-ümüzü yazdıqda 2 vur 3, 6 üstünə 1 gəldik 7. Yəni z üzəri 7. Deməli, bu bir həddin əmsalı. Qarşıdakı ədədi vuruq. 8. Qüvvəti ilə dəyişənləri üstləri cəmi. 1 topla 7-dən 9. Bizə də bunların cəmini istəyir. 8 ilə 9-u topladıq. Doğru cavab 17. Yəni D bəndi. Keçid edirik digər suala. Digər sual ədədi silsilə mövzusundandır. A4 verilib. 4-cü həddi silsilənin 8-ə bərabərdir. Silsilə fərqi, yəni D 5 olarsa A12-ni tapın. İnşallah, indi burada biz A12-ni tapmaq üçün A4-ün üzərinə neçə dənə D əlavə etməliyəm? Yəni 4-ün üzərinə neçə gəlsin 12 eləyər? 8. Yəni 8 dəfə D-ni ard-arda gəlməliyəm A4-ün üzərinə. A4-ümüz 8-dir. Üstünə gəlirəm 8 vurulsun. D-miz də 5. 8-i 5-ə vurdum. 45. Üstünə 8 gəldik. 48. Doğru cavabımız oldu. C bəndi. Keçid edirik növbəti suala. Növbəti sualımız. Deyir ki, düzbucaqlının enini 20% kiçildib, uzunluğunu 10% böyütsək. Bu tipli suallarda uşaqlar düzbucaqlı yerinə tərəfi 10 olan kvadrat götürürəm. Çünki bu tərəfi 10 olan kvadrat götürükdə birbaşa cavab gəlir. Tərəfi 10 olan kvadratın sahəsi nəyə bərabərdir? 100-ə. İndi burada bir düzbucaqlı alınsın. Deyir ki, enini 20% kiçildib, 10 idi. Onun 20%-də 2 elədi. Yəni 2 vaid kiçiltmiş oldum. 8-ə düşdü. Uzunluğunu da 10% böyütsək. Onun 10%-i 1 edir. Onu da üzərinə 1 əlavə elədik, 11. 8-i 11-ə vurduq, elədi 88. 100 əgər 100%-ə uyğundursa, 88 də 88%-ə uyğun olmuş olur. Və buradan görürük ki, 100-dən 88-ə düşüb. Çıxdıq, 12% nə eləyər? Azalar. Cavab A bəndi. Keçid edirik növbəti suala. Növbəti sual. Funksiyanın ən kiçik qiymətini tapın deyir. Funksiyanın ən kiçik qiyməti harada alırdı? Əgər qollar yuxarı baxırsa, baş əmsal müsbətdir. Təbii ki, qollar yuxarı baxır. Parabolanın təpə nöqtəsində alır ən kiçik qiymətini. Təpə nöqtəsinin bizə lazımdır funksiyanın ən kiçik qiyməti, yəni ordinatı. N-i və yaxud da y sıfırda deyilir. Nəyə bərabərdir? Mənfi diskriminant bölünsün 4a-ya. Mənfi diskriminantımız mənfi 6-nın kvadratı 36 çıx. 4 vur 1 vur 14. 4-ü 1-ə vurdum 4. 14-ə vurdum 56. Bölünsün 4a. A-mız da 1-dir baş əmsalımız. 4 vur 1-dən 4. 36-dan 56 çıxanda elədi mənfi 20. Qarşıda da bir mənfi var. Böl 4. 2 mənfi nə edir? Müsbət. 20-ni 4-ə bölsək doğru cavab B. Yəni 5. Baxırıq digər suala. Digər sualımız. Düzbucaqlı üçbucağın kadetlərindən biri 30 cm, o biri 40 cm olarsa, hipotenusa çəkilən medianı tapın. Deməli, düzbucaqlı üçbucaqlı kadetlərindən biri 30, digəri 40. Şuna bu 3, 4, 5 üçbucağının 10 misli olan üçbucaqdır. Yəni 3, 4, 5-dirsə, 3-ün 10 qatı 30, 40. Burada da neçə durmalıdır? 50. Düzbucaqlı üçbucaqda da hipotenusa median çəkildikdə, özü də hipotenusun nəyinə bərabər olur? Yarısına. 50 yarısı neçə oldu? 25. Doğru cavab A bəndi. Baxırıq indi digər suala. Nə deyir digər sualda? A parametrinin neçə tam qiymətində tənliyinin həqiqi kökü yoxdur. Şöyle, həqiqi kökünün olmaması üçün diskriminant sıfırdan kiçik olmalıdır. Diskriminantımız B-nin kvadratı. B-nin yerində mənfi A durub. Mənfi A-nın kvadratı. Çıx 4 vur, 2 vur, 2. Kiçikdir nədən? Sıfırdan. Mənfi A-nın kvadratı elə müsbət A kvadratı elədi.
Çıxılsın 16 kiçikdir 0-dan. 16-ya da 4'ün kvadratı kimi baxsam, bu da vuruqlarının ayrılasıdır. A çıx 4, A topla 4 deyə. Kiçikdir 0-dan. Nə edirik? Ədəd oxumuzu çəkirik. Sıfıra çevirən kökləri qeyd edirəm. Ədəd oxumda alırmı? Bura baxırıq. Bərabərsizliyimizin işarəsi ciddi olduğuna görə kökləri almır. Yəni mənfi 4'ün də içərisində boş qoyuruq. Buradakı müsbət 4'ün də içərisində boş qoyuruq. 2 nöqtə ədəd oxunu 3 intervala bölür. 4'dən böyük bir qiymət verib yoxlasaq. 5 verdikdə. Bura 1, bura 5. 1'i 5'e vurdum. Sadəcə işarəsi lazımdır. Müsbət. Cüt qüvvət və yaxud da modul görmürüksə, burada işarələr növbə ilə dəyişir. Mənfi, müsbət. Bizə hansı aralıq lazımdır? 0-dan kiçik olduğu aralıq, yəni mənfi aralıq. Hardan hara qədər? Mənfi 4'dən 4'ə kimi və mənfi 4 ilə 4 daxil deyil. Ona görə də mötərizələri əyri olur. Neçə tam qiymətində? Mənfi 4'dən 4'ə qədər tam ədədlər. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 dənə. Və yaxud da düsturumuz var idi. A, B aralığındakı, intervalındakı A və B tam ədədlərsə, tam ədədlərin sayı B-dən A-nı çıxırdıq, sonra da 1'i çıxırdıq. 4'dən mənfi 4'ü çıxsam, nə edər bura? Müsbət 8. 8'dən də 1 çıxdım, 7. Və yaxud da bunları sayaram. Saydım. Neçə dənələrdir? 7 dənə. Cavab C bəndi. Keçid edirik indi də digər sualımıza. İndi digər sualımız ABCD düzbucaqlısında AD ilə MD bərabərdir. Hanı AD? Burada AD-imizlə MD-imiz bərabərdir. Burada 90 dərəcə olduğunu bilirik. Çünki düzbucaqlının hər bir daxili bucağı 90 dərəcədir. Burada alındı bərabər yanlı düzbucaqlı 3 bucaq. Buradakı bucaq da 45 dərəcə. Buradakı bucaq da 45 dərəcə oldu. Onda buranı 90'a tamamlayan 45'in tamamlayıcısı. Bu da neçə dərəcə olur? 45 dərəcə. Davam edirik. Ardınca nə deyir bizə? Deyir ki, AB'si 10'dur. Hanı AB? Hə, buradan bura qədər, başdan sona qədər. Yəni DC'si də, AB'si də nəyə bərabərdir? 10'a. BN 2'dir. Bura 2'dirsə, bura neçə qaldı o zaman? 8. AM MN-ə perpendikulyardır. AM ilə MN bir-birlərinə perpendikulyar. Deməli, bura 90 dərəcə. Onda burada neçə düşür? 45. Aha, davam edirik. Onda burada həmçinin 45 dərəcə olmuş olur. Onda bu qolla da bu qol bir-birlərinə nə olmuş oldu? Bərabər. Burada da bir bərabər yanlı düz bucaqlı 3 bucaq var. İndi davamında nə edə bilərik? MCBN figurunun sahəsi. Buradakı figur trapesiyadır. Deməli, bizə MC lazımdır ki, MC-ni tapaq. Ardınca da hesablamamızı aparaq. İndi, buradan bura bir dənə hündürlük endirsək. Burada neçə dərəcə olacaq? 90. Burada 45. Burada gördüyüm birinci üç bucaqla gördüyümüz ikinci üç bucaq kongruentdir. Hardan bilirəm? Bucaqlar eynidir. Burada 90'ın qarşısında 2 xəttli durub, yəni AM. Burada 90'ın qarşısında 2 xəttli durub, nə durub? MN. Bunlar da bir-birlərinə bərabərdir. Çünki bu bərabər yanlı düz bucaqlı 3 bucaqdır. Aha. Onda burada nə durursa, burada da eynisi durmalı. Yəni bura 2'dirsə, düz bucaqdan qarşısında 2. Bura x desəm, bu da x olur. Həmçinin bu hissədə x olur, bu da x olur. Yəni biz buradan 2x'i 8 olaraq tapırıq. 2x'imiz 8'dirsə əgər, x'imiz nəyə bərabər oldu? 4'ə. 4 ilə 2'ni topladıq. Trapesiyanın üstdəki oturacağı 6 gəldi. Burası 2 gəldi. Hündürlük də var. Hündürlük də bizim x'imizdir. X'imiz də nəyə bərabərdir? 4'ə. Oturacaqları cəmi 6 topla 2. Yarısı orta xətti verdi. Vurduq hündürlüyə 4'ə. 6 ilə 2'ni toplayanda 8. Yarıya böldüm. 4, 4'ə vurdum 16. Doğru cavab A bəndi. Və yaxud da heç bu qədər getməzdik. Eyni bilərik. Buranı bir təmizləyim. Yəni az öncə bu hissənin 8 olduğundan danışdıq. Hansı ki AN neçə oldu? 8. Və bucaqları da yazmışdım. Yazacağım yenə. Bucaqlar 45-45 idi. Burada 45. Burada 90 dərəcə. Burada 45. Yəni bura 8'dirsə. Onda buradakı bu katetlə bu katet bir-birinə bərabərdir. Və 8'dən kök 2 dəfə kiçikdir. 8'i kökdə 2'yə böldüm. Məxrəcini irrasionallıqdan azad etmək üçün kök 2'yə vururam. Kökünü kök 2'yə vuranda 2. 2 ilə 8 getdi 4. Bura oldu 4 kök 2. Həmçinin burada olmuş oldu 4 kök 2. Bu zaman burada da bərabər yanlı düz bucaq üstündə 3 bucaq var. Hipotenus 4 kökdə 2'dirsə. Katetlər 4'ə 4 olur. Bura 4'dürsə buradan bura qədər tamamı 10 idi. Bura 6 düşdü. Bura 4'dür. Burada 4'dür. Burada 2'dir. Bundan sonrası oturacaqlar 6'ya 2. Hündürlüyümüz də 4. 6 topla 2.
6 topla 2 bölü 2 vurulsun 4'ten. Yine cevabımız 16 olarak tapılmış oldu. İkinci üsul daha rahat idi. Radiusu 13 cm olan çevrenin mərkəzindən 5 cm məsafədə olan vətərin uzunluğunu tapın. Deməli, burada bir dənə çevrə çəkirəm. Radiusu 13 cm-dir və mərkəzdən 5 cm uzaqlıqda bir vətər yerləşir. Mərkəzdən 5 cm uzaqlıqdakı vətər mərkəzdən vətərə perpendikulyar endirdim. Bura 5 oldu. Mərkəzdən vətərə endirilən perpendikulyar vətəri nə edir? Yarıya bölür. Yəni mən bura x desəm, bu da nə olacaq? X. Və radius nəyə bərabərdir? 13-ə. Burada əlimizdə bu düzbucaqlı üçbucağı görürük yəqin ki. 5, hipotenus 13. Biz bu kateti tapmalıyıq. Pifagordan bu kateti 12 olaraq taparıq. X yəni 12 oldu. Burada 12. Bizdən vətərin uzunluğunu istəyir. 2 dənə 12-dən. Doğru cavabımız oldu. Y bəndi, yəni 24. Keçid edirik digər suala. Düzgün altı bucaqlısında SK ilə KD 2-yə bərabərdir. Onda bir tərəf nəyə bərabər olur? Burada 4-ə. Buradan bura bir hündürlük endirirəm. Hündürlük deməyək, kiçik diaqonal deyək. Bir xarici bucağı neçə dərəcədir düzgün altı bucaqlının? 360-ı 6-ya bölürük, 60 dərəcə. Xarici bucaq 60 dərəcədir, sonra daxili bucaq neçə dərəcə olur? Yəni 60-ın qoyusu 120. Burada da 120, 30, 30 bərabər yanlı üç bucağı yaranır. Buradakı bucağın tamamı da, nasıl ki qırmızı ilə göstərim, ayırt edə bilərsiniz. Tamamı 120 olmalıdır. 30'u bu hissədədirsə, yəni BCA bucağı 30-dursa, ASK'ya neçə dərəcə qalır? 90 dərəcə. Yəni buradakı üç bucaq düz bucaqlı üç bucaq oldu. Düzgün altı bucaqlıda kiçik diaqonal tərəfin kökdə 3 mislinə bərabər olur. Hansı ki, mən buradan ASK üç bucağını kənara çıxardıram. AS'miz 4 kök 3 oldu. SK'mız 2'dir. Bizdən də nə lazımdır? X. Pifagoru tətbiq edəsək, x kvadratı bərabərdir. 4 kökdə 3-ün kvadratı, kök 3-ün kvadratı. Üstə gəl 2-nin kvadratı. 4 kök 3-ün kvadratı 16 vur 3-dən 48. Üstə gəl 4, 52. X kvadratı 52-dirsə, x kökdə 52. Yəni 2 kök 13. 4 vur 13 kimi yazırıq? 4-dən 2 çıxmış oldu. Kənara. Digər suala baxırıq. Digər sualımız. 3 bucaqda alfa 30, beta 55. Üçüncü bucağı və uyğun tərəfləri uyğun olaraq qamma ABC. Çəkək 3 bucağı. Yazaq alfa. Bura yəni 30 dərəcə. Bura beta olsun. Beta 55 dərəcə. Buradakı bucaq beta. Buradakı bucaqda qamma olsun. Qamma da bərabərdir. 30 ilə 55 topladım. Neçə elədi 30 ilə 55-in cəmi? 85. Çıxartdıq. Bura 95 dərəcə. Tərəflər də deyir, uyğun olaraq ABC'dir. Yəni alfanın qarşısında A tərəfi durur. Beta'nın qarşısında B tərəfi durur. Qammanın qarşısında da C tərəfi durur. Onda bucaqların müqayisəsi var da əlimizdə. Alfa kiçikdir nədən? Beta'dan. O da kiçikdir nədən? Qammadan. Onda bucaqların müqayisəsi verildikdə tərəflərini də müqayisə edə bilərəm. Alfanın qarşısında duran A tərəfi kiçik olur Beta'nın qarşısında duran B-dən. O da kiçik olur qammanın qarşısında duran C-dən. Yəni biz bu ifadələri, modulları açmalıyıq burada. A çıx B. A'dan B'ni çıxıram. Kiçikdən böyüyü çıxıramsa işarəsi oldu mənfi. İşarə nə oldu burada deməli? Mənfi. B'dən C'ni çıxıram. Yenə kiçikdən böyüyü çıxıram. İşarə mənfi. C'dən A'nı çıxıram. İndi isə böyükdən kiçik çıxdığıma görə işarə müsbət. Birinci moduldan əksi çıxır. Mənfi A topla B. İkinci moduldan da əksi çıxır. Çünki işarəsi mənfidir. Plus mənfi B, yəni çıx B. Plus mənfi C. Mənfi C-nin əksi nə elədi? Müsbət C. Üstə gəl, üçüncü modulda olduğu kimi açılır. C minus A şəklində. Buradan B'lər islah oldu. Başqa islah olan bir şey varmı? Yoxdur. C ilə C-ni topladım. 2C minus 2A. Bizim doğru cavabımız. Yəni A variantı. 71-ci suala baxırıq. ABC üçbucağında AB tərəfi üzərində M nöqtəsi qeyd olunmuşdur, deyir. AM MC-yə bərabərdir. O da nəyə bərabərdir? 7 kökdə 3-ə. Bucaq A 15 dərəcə, bucaq B 60 dərəcə olarsa BC-ni tapın. 15 dərəcə, 60 dərəcə, digər bucağa da qalır 105 dərəcə. Deməli, kör bucaqlı üç bucağımızı çəkirik. Bu olsun 15 dərəcəlik A bucağı. Bu olsun 60 dərəcəlik B bucağı. Burada olsun 105 dərəcəlik C təpəsi. Deyir ki, AB tərəfi üzərində, han AB, budur, bax burada. AB tərəfi üzərində
M nöqtəsi qeyd olunmuşdur və məlum məsələdir ki, M nöqtəsi AC-ni yarıya bölür. Yox. Hə, MC. Bir dəqiqə. AB tərəfi üzərində M nöqtəsi qeyd olunmuşdur. Seçək burada bir M nöqtəsini. AM ilə MC bir-birinə bərabər olacaq şəkil varsa buralarda bir yerdə. Yəni bu AM parçası ilə MC parçası bir-birlərinə bərabərdir. Yəni burada bərabər yanlı bir üçbucaq alınır. Bura 15 dərəcədirsə, buradakı bucaq da 15 dərəcə olmuş olur. Bura 7 kök 3, həmçinin bu hissədə 7 kök 3 olacaq. Deməli 15 15. Buradakı xarici bucağı tapa bilərik də. 3 bucağın bir xarici bucağı özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 15 ilə 15-i topladıq 30 dərəcə. 30 60 93 bucağı. Burada 7 kök 3. 60'ın qarşısı 7 kök 3'dürsə, 30'un qarşısı nəyə bərabər olur o zaman? 7'yə. Çünki biz nə demişdik? 30 60 93 bucağında 30 dərəcənin gördüyü katet A olurdusa, 60 dərəcənin gördüyü katet A-nın kökdə 3 misli olurdu. 90 dərəcənin gördüyü hipotenusda kiçik katetin 2 misli olurdu, yəni 2A. Deməli, bizim BC-miz nəyə bərabər oldu? 7'yə. Doğru cavab D bəndi. Baxırıq indi növbəti suala. Deməli, nə deyir burada? 10 faktorial bərabərdir 2 üstü M. Vur 3 üstü K, vur A olarsa M topla K'nın ən böyük qiymətini tapın. Yəni, biz bunun üçün 10 faktorialın tərkibində neçə dənə 2 vurğunun olduğunu, neçə dənə də 3 vurğunun olduğunu tapmalıyıq. M topla K'nın da ən böyük qiymət alması üçün. Yəni, buradakı A'nın tərkibində nə 2 vurğu saxlamamalıyam, nə də 3 vurğu saxlamamalıyam. Deməli, M faktorialın tərkibində hər hansısa bir vurğunun neçə dəfə olduğunu tapmaq üçün 2 olsun, 3 sadə ədəd olsun və yaxud da ki 5 sadə vurğu olsun. Neçə dənə olduğunu tapmaq üçün nə edirlər bunu? Belə bir bölmə üsulu var. Onu 2'yə bölürlər əvvəlcə. 2'ni axtarıramsa. Onu 2'yə böldüm. Neçə dəfə düşdü? 5 dəfə. Alınan bu natamam qismət yenə 2'dən böyükdürsə, bir daha yenə təkrarən 2'yə bölürəm. Neçə dəfə düşdü? 5'i 2'yə böldüm. 2 dəfə. Sonra 2'ni yenə 2'yə bölürəm. Çünki 2'nin də içərisində 2 var. 1 dəfə. İndi burada tapdığımız bu natamam qismətləri, yəni 5'i, 2'ni, bir də 1'i toplayırıq. 5 topla 2 topla 1. Elədi 8 dənə. Deməli 2 vurğundan neçə dənə var burada? 8 dənə. 3 vurğunda eyni qayda ilə onu böləcəm 3'ə. Onun içərisində 3 neçə dəfə var? 3 dəfə. Sonra bu 3 natamam qisməti də özü də 3'ə yenidən bölünür. 3'ü 3'ə böldüm 1. 1'in içərisində artıq 3 yerləşmədiyinə görə təkrar durub 3'ə bölməyə ehtiyac yoxdur. Deməli, natamam qismətlərimiz 3 ilə 1 topladıq. Neçə elədi? 3'dən də 4 dənə oldu ən çox. Bizdən də M topla K'nın böyük qiymətini istəyir. Yəni, buradakı 8 ilə buradakı 4'ü toplayırıq. 8 üstə gəl 4'dən. Cavabımız oldu 12. Cavab C bəndi. Keçid edirik 73 nömrəli suala. Trapesiyanın diagonalları 6 və 8 cm olub qarşılıqlı perpendikulyardır. Trapesiyanın orta xəttini tapın. Bir trapesiya çəkək burada. Diagonallarda qarşılıqlı perpendikulyar olsun. Deməli, bura neçə dərəcədir? 90 dərəcə. Aha. Diagonallar qarşılıqlı perpendikulyardır. Bunlardan birisi 6'ya bərabərdir. Qırmızı ilə olan olsun 6. Mavi ilə olan da olsun 8. Bu tipli sualları necə həll etmək olar? Buradakı bu gördüyümüz ABCD trapesiyasında bu B təpə nöqtəsindən CA-ya paralel olacaq şəkildə bir düz xətt uzadıram. Və buradan da AD-nin də uzantısını çəkirəm bu tərəfə doğru. Burada indi yaranan bir paralelogramımız olur. Hansı ki burada bir K nöqtəsi desəm.
Bu zaman BK ilə CA həm bir-birlərinə paralel olur, həm də bərabər olur. Figurumuz da paralelogram olur. Deməli, bura 8-dirsə, bu hissə də nəyə bərabər olur? 8-ə. Eyni bir düz xəttə perpendikulyar olan, eyni bir düz xəttdə kəsişən iki düz xətt verildi, bir-birlərinə paraleldir. Yəni bu burada 90 dərəcə əmələ gətirirsə, bu da burada 90 dərəcə əmələ gətirdi və bizim əlimizdə burada belə bir 6 8 katetlər 6-ya 8 olan üçbucaq əmələ gəldi. Yəni bu hissə A-dırsa, bu parça da AK da nəyə bərabər oldu? A-ya. Burada B olsun. O zaman biz A topla B-ni tapa bilərik. Necə mi taparıq? Katetləri 6-ya 8 olan üçbucaqda hipotenus nəyə bərabər olur? 6-nın kvadratı üstə gəl 8-in kvadratı. Edir 100. 100 də neçənin kvadratı? 10. Deməli, A topla B bərabər oldu 10-a. Bizdən də trapesiyanın orta xəttini istəyir. Orta xəttdə oturacaqların cəminin yarısına bərabərdir. A topla B bölü 2, yəni 10 bölü 2-dən cavabımız oldu 5. Doğru cavab D bəndi. Keçid edirik digər suala. Burada biz demişdik ki, bir A ədədi bərabər idi özünün tam hissəsi ilə. Biz buna tam hissə deyirdik. Tam hissəsi ilə A ədədinin kəsir hissəsinin cəminə. Buna da kəsir hissə deyirdik. Deməli, biz buradan başa düşürük ki, ədədin tam hissəsi ilə kəsir hissəsinin cəmi həmişə ədədin özünü verməlidir. Yəni, burada x ədədinin kəsir hissəsi ilə x ədədinin tam hissəsini toplayanda 3,5 alınırsa, deməli, bizim x-imiz 3,5-ə bərabər olmalıdır. Cavab x bərabərdir, 3,5 olacaq. Sonra digər suala baxırıq. Nə verdi burada? A çıx 3 vur x böyükdür A kvadratı minus 9 bərabərsizliyi ilə x kiçikdir A topla 3 bərabərsizlikləri eyni güclüdürsə A-nın ala biləcəyi natural qiymətlərin sayını tapın. Hər tərəfi A minus 3-ə bölsək görək nə alınır? Bölək A minus 3-ə. A minus 3 vurulsun x böyükdür A kvadratı minus 9'da 9'un yerinə 3'ün kvadratı yazası olsam A minus 3'ə A plus 3 deyə vuruqlarına ayrılacaq. Hər tərəfi A minus 3'ə böldükdə A minus 3'ə böldükdə A minus 3'lər ixtisar gedir. Buradan x qalır. Buradan da A topla 3 qalır. Və bizim digər bərabərsizliyimiz də eyni güclüdür. Baxırıq o bərabərsizliyə. Yəni x burada işarə böyük ikən burada işarə kiçikdir olmalıdır. Deməli biz nə etsək işarə kiçik alınır. Yəni necə ədədə bölmüş olmalıyam ki istiqamət nə etsin bərabərsizlikdə əksinə dəyişsin. Deməli mənfi ədədə bölməliyəm ki bunun istiqaməti əksinə dəyişsin. Onda böldüyüm bu A minus 3 ədədi hansı ki necə ədəd olmalıdır? Mənfi ədəd. Yəni 0-dan kiçik. Yazırıq A minus 3 kiçikdir 0-dan, A kiçikdir 3-dən. 3-dən kiçik də natural ədədlər 1 və 2-dir. Onların sayını tapın deyir. Sayı da 2 dənə oldu. Doğru cavab 2. Digər suala keçid edirik. Digər sual. Deməli, digər sualımızda ABC bərabər tərəfli üçbucağında PD ilə AB paraleldir. PY ilə BC paraleldir. PF ilə də AC paraleldir. SABC 144 kökdə 3 olduğuna görə ABC üçbucağının sahəsi 144 kökdə 3. PD 12 D'yi yazıb PY 7 olduğuna görə PF neçədir? Bu paralellərsə bərabər tərəfli üçbucağın daxilində bir nöqtə götürüldükdə, o nöqtədən digər tərəflərə paralellər çəkildikdə, o 3 dənə paralelin cəmi bir tərəfin uzunluğuna bərabər olasıdır. Əgər ki perpendikulyarlar çəkilsəydi, o 3 dənə perpendikulyarın cəmi də bir dənə hündürlüyün uzunluğuna bərabər olmuş olasıydı. Yəni düstur belədir. Bura x desək, bura y desək, burada z desək. X topla y topla z bərabərdir tərəfə, yəni A-ya. Yaxşı, A-nı necə tapacağım? Sahə düsturundan. Bərabər tərəfli üçbucaqda sahə düsturu S bərabərdir. A-nın kvadratı kökdə 3 bölü 4-ə bərabərdir. Bu da verilib 144 kökdə 3.
Məxrəcinə 1 yazdım. Kökdə 3'lər getdi. Çarpaz vuranda a kvadratı bərabərdir 4 vur 144. Hər tərəfdən də kvadrat kök alsam a bərabərdir. Modulda çıxır uzunluq olduğuna görə olduğu kimi açdım. 2 vurulsun 12. 2'ni də 12'yə vurduq. Cavabımız 24. Deməli bu üçünün cəmi 24 eləməlidir. Yazıram. X üstəgəl 7 üstəgəl 12 bərabərdir 24'də. X üstəgəl 19 bərabərdir 24'də. X'imiz nəyə bərabər oldu? 5'ə. X bərabərdir 5. Keçdik digər suala. Deməli, üçbucaq ABC'də BAC 90 dərəcə. Üçbucaq ABD'də isə ABD 90 dərəcə verilib. Yəni burada düz bucaqdır. Buradaki bucaq da düz bucaqdır. İndi AY 4. Buradan bura qədər olan uzunluğumuz 4'ə bərabərdir. YD 1. YD'miz başqa rəngdə göstərək. YD'miz nəyə bərabərdir? 1'ə. YS'ni tapın. İnşallah burada gördüyümüz üçbucaq düz bucaqlı üçbucaqdır. Və bu BY parçası hansı ki həmin düz bucaqlı üçbucağın hipotenusuna çəkilən hündürlüyü olur. Çünki bura 90 dərəcədir. Yenə Evklid teoreminə görə h kvadratı bərabərdir m-ni tətbiq etsək. H kvadratı bərabərdir m-imiz 1, n-imiz də 4 oldu. 1 vur 4'dən 4. H kvadrat 4'sə h nəyə bərabər oldu? 2'yə. İndi digər düzbucaqlı üçbucağa köklənib YS-ni tapa bilərik. Bu düzbucaqlı üçbucağa da yenə bir daha hündürlüyün kvadratı bərabərdir. M vur n desəm, yəni 4'ün kvadratı, bu 4'ün kvadratı bərabərdir 2 vurulsun x-a. Biz buradan alırıq ki 2x bərabərdir 16'ya. X da buradan bərabərdir 8'ə. YS-ni tapın deyir. YS-miz bərabər olacaqdır 8'ə. Üçbucaq ABC'də ABC bucağı 60 dərəcə, AB tərəfi 6'ya, BC tərəfi 16'ya, AC tərəfi x-a bərabər olarsa üçbucağın perimetrini tapın. İndi biz burada x-i tapmalıyıq. Necə taparıq? İki tərəf və aralarındakı bucaq verildikdə hansı teoremdən istifadə edirik? Kosinuslar. Bura A olsun, buramızda B olsun. Deməli, kosinuslar teoremi belə idi. X-in kvadratı bərabərdir A-nın kvadratı üstəgəl B-nin kvadratı çıx 2AB kosinus alfa. Alfa bucağı da A və B tərəfləri arasında qalan bucaq idi burada. Deməli yazıram. X-in kvadratı bərabərdir 6'nın kvadratı üstəgəl 16'nın kvadratı çıx 2 vur 6 vur 16 vur kosinus 60 dərəcə. 6'nın kvadratı 36 üstəgəl 16'nın kvadratı elədi 256 çıx 2 vur 6 vur 16 vur kosinus 60'da da sinusun 30'da aldığını alır. Çünki tamamlayıcı bucaqların oxşar trigonometrik funksiyalarının qiymətləri bərabər olur. Sinus 30'da da 2'də 1 bərabərdir. 2'lər buradan ixtisar getsə 6'nı 16'ya vuranda eləyir 96. Deməli 36 üstəgəl 256 çıxılsın 96. Deməli 256'dan 96'nı çıxsaq neçə eləyər? Deməli 6'nı çıxdım 250, 90'ı çıxdım 160. Üstəgəl 36. 160'ın da üstünə 36 gələndə 196. Deməli x kvadratı 196'ya bərabərsə, onda x nəyə bərabərdir? 14'ə. X'imiz 14'ə bərabər olmuş oldu. X'imiz də 14'dürsə perimetrimiz A topla B topla C. Yəni 6 topla 16 topla 14 toplayanda 30, bu da 6. Doğru cevap olacaq 36. Başqa nə edə bilərdik? Buradan bura bir hündürlük endirərdi. 60 dərəcə, 90 dərəcə, bura 30 dərəcə düşərdi. 30 dərəcəli bucaq qarşısındakı katet olasıydı hipotenusun yarısı. Hipotenusumuz 6'dırsa yarısı 3. Ümumi 16 olduğu üçün bu hissəyə 13 düşərdi. 60'ın qarşısında 3 kökdə 3. İndi bu üç bucağa da Pifagor tətbiq edib. Çünki hansı ki bu da düz bucaqlı üç bucaqdır. Buradan x'in 14 olduğunu tapmaq olardı. Sonra digər suala keçid edirik. 79 nömrəli sual. İfadəsini hesablayın. Heç nə, hər birinin qoşmasına vururam. Bunun qoşması nədir? Kökdə 7
plus kökdə 2. Vuranda kökdə 7 plus 2-yə. Kök 7-nin kvadratı, yəni 7 çıxılsın kök 2-nin kvadratı 2 alınır ki, məxrəcdə. Yəni vurmadım, vurduğumu göstərmədim, yer olmadığı üçün. Yəni vurduqda bunlar bir-birinə vurduqda 7 çıxılsın 2-dən neçə alınır? 5. 5-lə də bu 5 ixtisar gedir. Yəni birinci kəsrin sadə forması olur kökdə 7, üstə gəlinsin kökdə 2. İkincisini yenə eyni şəkildə 3 çıx kökdə 7-yə vururam. Məxrəcini də 3 çıx kökdə 7-yə vuranda burada kvadratlar fərqindən 9 çıx 7 eləyir 2. 2 ilə də bu 2 ixtisar gedir. Burada nə qalır? Plus 3 minus kökdə 7. Burada diqqətli olmaq lazımdır üçüncüsündə. Çünki qarşıda işarə mənfidir. Nəyə vurasıyıq buranı? Kökdə 2 plus 1-ə. Məxrəcində eyni şəkildə kökdə 2 plus 1-ə vuranda kök 2-nin kvadratı 2 çıxılsın 1-in kvadratından 1. Məxrəc 1 elədi. Sürətli nə qaldı? Kökdə 2 plus 1. Amma qarşıdakı mənfiyə görə mötəriz açıldıqda çıx kök 2 çıx 1 deyə açılır. Buradan kök 2-lər getdi. Kök 7-lər getdi. 3-dən 1-i çıxartdıq. 3 çıx 1-dən. Doğru cavabımız oldu 2. Sonra digər suala baxırıq. Tənliyinin kökləri deyil. Verilən tənliyin kökləri x1 və x2 olarsa bu ifadəni tapın. x1 topla x2 bu çevrilmiş kvadrat tənlikdir. Əks işarə ilə götürülmüş ikinci ədəmsalı. İkinci ədəmsalımız mənfi 9, əks işarəlisi müsbət 9. Üstə gəl x1 vur x2 də sərbəst həddə bərabərdir. Sərbəst həddimizdə 4. Kök 9-dan 3 çıxdı. Üstə gəl kök 4-dən də 2 çıxdı. 3 ilə 2-ni topladıq. Doğru cavabımız olmuş oldu 5. Sonra digər sual x topla y tapın deyir. Sistem tənlikdir. Sistemin aşağıdakı tənliyini əgər 3-ə vursam hər bir həddini nə alınar? 3x plus 9y bərabərdir 39. Və bu üstdəki bu ifadədən, tənlikdən altdakı tənliyi çıxartsaq 3x-dan 3x çıxdım. Heç nə qalmadı. 9y-dən 5y çıxdım. 4y bərabərdir 39-dan 11 çıxdıq 28. 4y 28-dirsə y-i buradan 7 olaraq tapdıq. Gətirib istənilən bir tənlikdə y-in yerinə 7 yazacaq. X üstə gəl 3 vurulsun 7 bərabərdir 13-ə. X üstə gəl 21 bərabərdir 13-ə. Buradan da x bərabərdir 13-dən 21-i çıxsaq, 13-dən 21-i çıxsaq. Eləyir neçə? Mənfi 8. Deməli, x-imiz mənfi 8, y-imiz də müsbət 7. Bunların cəmi mənfi 8 ilə müsbət 7-ni toplasaq, doğru cavab olacaq mənfi 1. Mənfi 1. Sonra digər 82 nömrəli suala keçid edirik. İşin biraz can alıcı yerləri gəldi. ABCD bərabər yanlı trapesiyasında A və B bucaqlarının tən bölənləri M nöqtəsində kəsişir. Deməli, bunlar tən bölənlərdir. M nöqtəsində kəsişirsə, mütləqdir ki, o M nöqtəsi bu üç bucağın orta xəttinin üzərində yerləşməlidir. Başqa versiyası yoxdur. Niyə yaxşı? Hardan gəldi bu? Bura nöqtəlidirsə, Z xassəsinə görə M-nin paralelliyi verilib BC-yə, AD-yə. Burada nöqtəli bucaq olur. Bura ştrixlidirsə, burada da bir Z xassəsi var. Yəni, daxili çarpaz bucaqlar bərabərdir. Burada ştrixli olur. Və bu bucaqların cəmi 180 eləməsi üçün buradakı bucağın tamamı da 90 dərəcə olmuş olur. 90 dərəcə. Onu da qeyd edək. Sonra burada bir bərabər yanlı üç bucaq var. Yəni, bu parçanın uzunluğu ilə. Bu parçanın uzunluğu bərabərdir. Həmçinin aşağıda da bir bərabər yanlı üç bucaq var. Bununla da bu bərabərdir. Hansı ki, burada da nə alınmış oldu? Möhtəşəm üçlü. 90, bu parça, bir də bu parça. Bir-birlərinə nə olmuş oldu? Bərabər. AB 6-dır deyir. AB, bu yan tərəf 6-dır. Onda digər yan tərəfdə 6 olmalıdır. Hansı ki, 3-ə 3 bölündü. Deməli, bu da 3, bu da 3. Bu hissə də nəyə bərabər oldu? 3-ə. MN 5-dir deyir. MN neçədir? 5'dir. Həmçinin BC-miz də 6'dır. BC-miz də 6'dır. Nəyi tapın deyir? AD-ni. Deməli, bu üç bucaq, bu orta xəttdə fikir verəsi olsaq, NK deyək də buna da. NK-mız 3 ilə 5-in cəmi 8. Bu alt oturacağı da X desək. Orta xətt bərabər oturacaqları cəminin yarısına. Yəni 8 bərabərdir. X üstə gəl 6 bölünsün 2. Buradan çarpaz vursaq. X topla 6 bərabərdir 16. X da bərabərdir 10 olaraq tapılasıdır.
mənfi x kökdə x vuruğu kök işarəsi altına salın. Deməli, x kökün altındasa əvvəla x böyük bərabərdir 0-dan. Deməli, mənfi x da çöldəki mənfi ədəd olur. Bu mənfini mənfiyə görə mənfi ədəd olur. X-in özü mənfi deyil. Mənfini çöldə saxlayırıq. X kökün altına girərkən x-in nəyi şəklində girir? Kvadratı. Vur, x var bir də burada. Cavabımız olur mənfi kökün altında x-in kubu. Bitdi. İndi digər suala gəldik. X-in y-ə nisbəti, z-in t-yə nisbəti, u-nun s-ə nisbəti 2/3 olduğuna görə ifadəsinin qiymətini tapın. Deməli uşaqlar, x böl y 2/3-dürsə, deməli mən burada x-ə əgər 2a desəm, y-ə də neçə a deməli olacam? 3a. Z-ə 2b desəm, t-yə də neçə b deməli olacam? 3b. U-ya 2c desəm, s-ə də 3c deməli olacaq. Və bunları gətirib burada nəzərə alsaq. T'nin kvadratı, t'miz nə idi? 3b. 3b'nin kvadratı eləyir 9b kvadratı. Vurulsun x-imiz. X-imiz nədir? 2a. Vurulsun s-in kvadratı. S-imiz də 3c'dir. 3c'nin kvadratı elədi 9c kvadratı. Bölünsün. Y-imiz 3a. Vurulsun. U-nun kvadratı. U-muz 2c idi. 2c'nin kvadratı elədi 4c kvadratı. Vurulsun. Z-in kvadratı. Z-imiz də nə idi? 2b. 2b-nin kvadratı elədi 4b kvadratı. İndi mümkün ixtisarları aparsaq. Nələr gedər? A ilə A gedər. B kvadratı ilə B kvadratı, C kvadratı ilə C kvadratı getdi. 3 ilə də bu 9-u ixtisar etsəm, burada 3 qaldı. 4 ilə də bu 2-ni ixtisar etsəm, burada 2 qaldı. Başqa da ixtisar gedən bir şey yoxdur. Məxrəcdə 2 vur 4-dən 8, sürətdə 3 vur 9-dan 27. Cavabımız elədi 27/8 və yaxud da bunu yazmaq olar necə? 3/8-də 3 kimi yazmaq olar. İkisi də doğrudur. 3 vurn şəklində düzgün kəsirlərdən neçəsi 3 vurn böl 120 şəklində düzgün kəsirlərdən neçəsi sonludur? Deməli, bir kəsirin sonlu olması üçün məxrəcin sadə vuruqlarında yalnız 2 və 5-lər iştirak etməlidir. Biz burada 3 vuruğu var. 3 ilə 120-ni ixtisar etsək. Burada 1 qalır, burada isə neçə qalır? 40. Yəni n böl 40-ın məxrəci 40 olan düzgün kəsirlərdən neçəsinin sonlu olduğunu istəyir. Görək bu 40-ın tərkibində bir kənar vuruq varmı 2 və 5-dən? Vuruqlarını ayırsaq 2-yə böldüm 20, 2-yə böldüm 10, 2-yə böldüm 5, 5-ə böldüm 1. Hə, 2 və 5-dən başqa kənar vuruq görmürük burada. Onda bu düzgün kəsirlərin hamısı sonludur. Neçə dənə bu məxrəci 40 olan düzgün kəsir varsa. Hansı ki 40-da 1-dən, 40-da 2, ta ki nəyə qədər? 40-da 40 olmaz. Neçəyə kimi? 39-a kimi. Yəni 1-dən 39-a qədər neçə dənə ədəd varsa o qədər də kəsirimiz olur burada. Doğru cavab olacaq 39. Və bu qədər. Yaxşı, sağ olun, salamat qalın.